Qaçqınların Qarabağa qayıtması nə dərəcədə realdır? Sualına açıqlama verim ki, mən bunu real hesab etmirəm. Üstəlik düşünürəm ki, insanlara bu barədə düzgün danışmaq vacibdir. Çünki onlar öz planlarını qurmalıdırlar. Bunu Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 30-da Aşpanın payız sessiyasında çıxışından sonra sualları cavablandırarkən bildirib. Ümumiyyətlə, mən bütün qaçqınların geri qayıtması məsələsini sülh prosesi üçün təhlükəli hesab edirəm. Deyən Paşinyan, Qarabağ münaqişəsinin humanitar problem kimi başladığını və uzun müddətli münaqişəyə çevrildiyini bildirib. Habelə o, Ermənistanın Almatda bəyannaməsi əsasında Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını tanıdığını xatırladaraq, diqqətini bu formulun üzərində cəmləməyə çağırıb. Növbəti 10 illiklərdə bu formulun həyata keçirilməsi üçün Ermənistan və Azərbaycan bir-biri ilə münaqişəyə girməməli, diqqəti iqtisadi əməkdaşlığa yönəltməli və tədricən dialoq qurmalıdırlar, deyə o vurğulayıb. Paşinyan Qarabağdan qaçan erməniləri Ermənistan vətəndaşlığını qəbul etməyə və öz həyatlarını Ermənistanda qurmağa çağırıb. Ermənistanın baş naziri açıq şəkildə ifadə edir ki, Qarabağ bölgəsində ermənilərin qayıdışı sülh prosesinə mənfi təsir göstərə bilər. Eyni zamanda bir incə detala da diqqət yetirmək lazımdır. Karen Avenisyan həm də Qarabağ bölgəsində qalan ermənilərdən biridir. Onun terror aktı həyata keçirməyə cəhd göstərməsi və qabaqcadan basdırdığı avtomat və əl qumbaralarını qazıyıb çıxararaq dövlət tədbirindən keçirildiyi məkana yaxınlaşmaq cəhdi və onun bizim hüquq mühafizə orqanları tərəfindən saxlanılması da göstərir ki, bölgədə təhlükəsizlik təhdidləri və risklərinin daha da artması ehtimalı güclüdür. Qeyd edək ki, Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə indirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər. Əks halda onların səsi gələrdi. Çünki onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportların qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyirlər. Elçin Şuşalı, Qafqaz TV üçün.